Xub, salam əziz followerlərimə. Gedən ki bir dənə şaxisəni bahəm bərrəsi eləyən. Bir gözəl şaxisə varımızdır. Hər iki tərəfdən borəşi vardı. Diqqətli baxız. İndi alt qismətinə baxız. Altı kamilən safdır. Baxız. Borəşlər kamilən bu qismətlərdə görsənək. İndi görüş şaxisəni nə ilə məhar ediblər? Bu daşımız əhramdır. Görüş bu daşı nə cür səxrə ilə şaxisənin altına dayaq qoyublar. Təbi ünvanın nigəhdarəndədir. Bu gözəlliyə vaqəən gözəldir. İndi bu zaviyədən də görsədim. Ta əhram daşı dəqiq görəsiz. Calib bir daşdır. Hələ bil ki bir kərtənkələ başına oxşay. Görüş şaxizə nə cür şuluq yerdə gəlibdir. Bu daşlar hamısı təbiətdir. Vəli bu əl ilə qurulubdur. Qədimki memarların işi bu imiş. Şaxisəni və işi şuluq yerə çəkərlər. Tağarətgərlər, ya be istilah qədimki oğurdular. İşin yerini dəqiq tapanmayələr. Əgər bu kara olmasaq, bu şaxisəni də təşxis verə bilmərik və ehsas eləyərik ki, bu daş da bir dənə təbii daşdır ki, dağın arasında vardı. Vəli dərhalı ki, bu bir dənə şaxisədir. Bu şaxisə biz üçün həm dəfinə verə bilər, həm məqbərə verə bilər. Həmin ki bir tedad gizlin qəbir verə bilər. Gələk məhdudəsində bərrəsi yoluna. Hər şaxisə və hər numad öz məntəqəsində və öz məhdudəsində bir xas mənisi var idi. Düzdür, bəzi nişanələr və numadlar şayət bəzi yerlərdə mənisi və rəmz quşayısı bir ola. Vəli əksərən hər numadın və şaxisəsinin işi hər məhdudədə codaqanədir. Bu gözəlliyə indi calib odur ki, daşa bir yandan baxanda yenə də alayı şikləki var idi. Tərkibi bir dənə numaddır. Təqribən deyə bilirəm ki, sebodi alətində çıxıbdır. O yüzden də baxanda bir xas bir şey görsənək. Bu yüzden də baxanda və calib odur ki, əgər bu daşın üstünə də çıxsam, yenə xas bir şişlək biz üçün görsədəcək. İndi diqqət eləyiz. Calib odur ki, daşın üstünə çıxanda da təqribən bir dənə quşa ya heyvana oxşay. İndi təsviri biraz xırdaldıyam. Ta daşın hamısı təsvirdə düşə. Borəşə baxız. Kamilən təraşüdə bir daşdır. Və müşəxxəsdir ki, çox ali memari olunubdur. İndi gedim bunun işini siz üçün görsədim.
Pəs vaxtı ki, bir dənə büzür şaxsə yanıma zilsazı olunay. Və bir dənə giz konanda boyutda gələk. Bilirsiniz ki, biz üçün bir gizlin hədəfin yerin biri. Heç quna əlayimə cəhətlərində də yoxdur. Bu cür işlər çoxdar nüsxədar olaylar. Həm şaxizədir və həminki nişanə əvvəl və axərdir. Baxız, bunun işi buradan açılıbdır. Səncinə baxız. Bir mürəbbə səncini vardı. Bu bir dənə daşda müşəxxəsdir ki, o divaradan götürülübdür. Dayaq daşa baxız. Bu əl ilə bura qurulubdur. Diqqət eləyiz. Bunlar əl işidir. Cəlib odur ki, çox təraşxorda daşlardan bunun saxtarında istifadə eləməyiblər. Bəlkə yerin təbii və təraşnaşıda daşlarındandır ki, bu saxtarda istifadə eləyiblər. Bura qəbir deyil, bəlkə dəfinə yeridir. Bir balaca mürəbbə şəklində otaq ki, bir zaman dəfinəyi bunun içində gizlətmişmişlər. Görəysiniz, omqa işdə aşağıdır. Səthi işlərdəndir və libain hal qəşən val verə bilər. Bu cür balaca otaq işlər əksərən sandıqca verirlər ki, sandıqcanın içində cəvahirat və zivəralat olur. Ki, bir şəxsin əmanətisiymiş.